Şəfalı Həyat, Coffee and Healthy Food'un baş sponsorluğu, həkim-stomatoloq Məmməd Əsədovun xüsusi sponsorluğu, Rabitəli Nitq Reabilitasiya Mərkəzinin sponsorluğu ilə başladı. Yeni il gəlir, geridə qaldı köhnə səhvlər, gözləyir səni daha xoş günlər. Yeni ildən hər şey dəyişər, gələr ömrünə yeni sevinclər. Özünə yeni şans ver, geri baxma, tut əlindən sevdiyini buraxma. Rəqs elə bütün gecəni səhərə, gülümsə oxu ucadan hər kəsə. Yeni il gəlir, yeni il gəlir, yeni il gəlir, yeni il gəlir. Sevdiklərin yanındadırsa, əsil bayram yaşanır onda. Qədrini bil hər anının, hər günü bayram tək yaşa. Özünə yeni şans ver, geri baxma, tut əlindən sevdiyini buraxma. Rəqs elə bütün gecəni səhərə, gülümsə oxu ucadan hər kəsə. Yeni il gəlir, yeni il gəlir, yeni il gəlir, yeni il gəlir. Yeni il gəlir, 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 yeni il gəlir. Oy, xoş gördük, xoş gördük. Salamlar, xoş gördük. Təbrik edirəm sənin də, Tofiq. Yeri gəlmişkən bütün Azərbaycan xalqını, elə bugün Şəfalı ailəsi olaraq, ARB kanalı olaraq, hal-hazırda bizi izləyən bütün tamaşaçıları, istəyər Azərbaycanda, istəyər Azərbaycandan kənar, bütün Azərbaycanlarımı təbrik etmək istəyirəm. Çünki artıq 2025-ci ilin son günləridir və 2026-cı ilə artıq bir neçə gün qalıb ki, biz qədəm qoyaq və 2026-cı il hər kəs üçün uğurlu, xeyirli, ruzili, bərəkətli olsun. Bu il bütün insanların ürəklərində, qəlblərində olan bütün arzular həyata keçsin. Bu hər zaman ailələrimizdə yalnız gülüş, yalnız üzlərində sevinç, yalnız xoşbəxtlik olsun. Bu kimin evladları var? Allah bütün evladlarını qorusun. Azərbaycanda olan evladlarımız, Azərbaycandan kənarda olan, oxuyan tələbələrimiz, xalqımız hər birini də təbrik etmək istəyirəm. Və yeri gəlmişkən biz artıq 2025-dən 26-ya keçirik. Azərbaycandan kənarda yaşayan bütün insanları, bütün Azərbaycanlıları, tələbələri, hər birini təbrik edirəm. 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibəti ilə təbrik edirəm. Bütün dünyada yaşayan Azərbaycanlıları ürəkdən təbrik edirik. Sizə bu il bol ruzi, bərəkət və bütün Şəfalı ailəsi olaraq sizi təbrik etmək istəyirik. Verilişimizə başlayırıq və bugün verilişimiz tam fərqli olacaq. Çünki bugün bizim gözəl bir konsert proqramımız olacaq. Sizə təqdim edəcək gözəl ifalarla, şəfalı ifalarla, gözəl söhbətlərlə və təbii ki, hal-hazırda bugün studiyamızda çox qonaqlarımız olacaq. İstəyirəm o qonaqlarımı da birazdan təqdim edim. İndi isə istəyirəm Tofiq Hacıyeva bir daha təşəkkür edim. Gözəl ifası ilə, gözəl yeni il bu havası bəxşiş edən ifasından. İndi isə
növbəti ifamıza keçək. Tofiq. Sevə-sevə mən də bütün hər kəsi təbrik eləyirəm. Mahnıda necə deyirdi? Sevdikləriniz yanınızdadırsa hər gününüz bayramdır. Nə Qoy hər gözəl. gününüz bayram olsun. Təbrik edirəm bütün Azərbaycan xalqını. Həmrəylik gününüz, yeni iliniz mübarək. Qoy elə Tofiq demişkən hər zaman sevdiklərimiz yanımızda olsun. Ağsaqqallarımız, ağbirçəklərimiz, analarımız, atalarımız, evlatlarımız, sevdiyimiz insanlar hər zaman yanımızda olsun. Bu 2026-cı ildə bütün Azərbaycan xalqı üçün düşərli, uğurlu olsun. Koynumuzda yılanları, güya bizi yada salanları, sen dediğin yalanları göre göre gelmişik. Biri gidecek, biri gelecek, mənə özlərini fəda edəcək. Onlar yenə mənə seçəcək, göre göre gelmişik. Göre göre gelmişik. Göre göre gelmişik. Göre göre gelmişik. Biz göre göre gelmişik. Nədir düzgün, nədir eyib, üstüme egoli bassın geyib. Heç vaxt görmədik deyib, göre göre gelmişik. Özü gedən özü dönəcək, gözünü açıb görəcək. Tez alışan, tez sönəcək, göre göre gelmişik. Partlamaq istəyi çoxdur, sevir kəsam da olmasa da. Yaşımız çox olmasa da, göre göre gelmişik. Göre göre gelmişik. Göre göre gelmişik. Göre göre gelmişik. Biz göre göre gelmişik. Göre göre gelmişik. Göre göre gelmişik. Göre göre gelmişik. Qolla tanacaqlar, ötəri yaddaşda qalacaqlar. Axır əvvəl yanılacaqlar, göre göre gelmişik. Biri gedəcək, biri gələcək, mənə özlərini fəda edəcək. Onlar yenə mənə seçəcək, göre göre gelmişik. Yanlışı doğrudan seçmişik, zaman olub səhvləri keçmişik. Biz o yolları getmişik, sonra göre göre gelmişik. Özü gedən özü dönəcək, gözünü açıb görəcək. Tez alışan, tez sönəcək, göre göre gelmişik. Göre göre gelmişik. Göre göre gelmişik. Göre göre gelmişik. Biz göre göre gelmişik. Göre göre gelmişik. Göre göre gelmişik. Göre göre gelmişik. Bravo, çox sağ ol Tofiq, təşəkkür Mən edirəm. təşəkkür Səni də bu yeni ildə, 2026-cı il sənə gözəl-gözəl solo konsertlər, yeni projelər arzu edirəm. Uğurların bol olsun. Nə yaxşı ki varsınız. Bütün komandanı da, eləcə də ARB televiziyasını təbrik edirəm, bütün əməkdaşlarını var olasın. Şəfalı Həyat verilişinin konsert proqramı davam edir və istəyirəm növbəti müğənnimizi təqdim edim. Səsinlə valih etmiş, hər kəsin ürəyində bir yer tapmış Fərid Mərd. Salam Fərid. Salam. Xoş gördük. Xoş gördük. Təbrik edirəm bütün bizi izləyənləri həm yeni il münasibətilə, dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə, eləcə də bütün əməkdaşları təbrik edirəm. Konsertimiz davam edir və qarşıdan gələn yeni il bizi bir daha mübarək olsun deyirəm. Yaraşır maşallah, Tanrım bizi ayırmasın inşallah. Yar ölərəm o baxışlarına, şükürlər səni verən Allah'a. Başlasın eğlence, bu gece senin şerefine. Hoş geldin ömrüme, sen de beni çok sev birce. Başlasın eğlence, bu gece senin şerefine. Hoş geldin ömrüme, sen de beni çok sev birce. Hamı deyir yaraşırıq maşallah, Tanrım bizi ayırmasın inşallah.
maşallah. Yar ölərəm o baxışlarına, şükürlər səni verən Allah'a. Hamı deyir yaraşırıq maşallah, Tanrım bizi ayırmasın inşallah. Yar ölərəm o baxışlarına, şükürlər səni verən Allah'a. Duygular şahane, gerisi ise bahane. Sana gelsin her bade, ben yolunda oldum divane. Hamı deyir yaraşırıq maşallah, Tanrım bizi ayırmasın inşallah. Yar ölərəm o baxışlarına, şükürlər səni verən Allah'a. Hamı deyir yaraşırıq maşallah, Tanrım bizi ayırmasın inşallah. Yar ölərəm o baxışlarına, şükürlər səni verən Allah'a. Hamı deyir yaraşırıq maşallah, Tanrım bizi ayırmasın inşallah. Yar ölərəm o baxışlarına, şükürlər səni verən Allah'a. Çok çok yaraşırıq maşallah, Tanrım bizi ayırmasın inşallah. Yar ölərəm o baxışlarına, gel gel güzelim kollarıma. Fərid, mən səni də təbrik edirəm bu yeni ildə. Bu 2026-cı il, bilirəm ki 2025-ci ildə də bol uğurların oldu. Çox qeyri-adi bir projelərə imza attın. Anşlaq olan konsertlər verdin, böyük layihələrə imza attın və istəyirəm ki, arzu edirəm ki 2026-cı ildə sənin səsin nəinki Azərbaycandan, Türkiyədə, bütün dünyada sən Azərbaycanın bayrağını təmsil edib qaldırasan və desinlər ki, hansı Fərid Azərbaycanlı Fərid. Çox sağ olun. Çox Təbrik sağ olun. edirəm Çox gözəl səni arzulara birdən. görə. Minnətdaram. Çox sağ olun. Həmçinin sizin üçün də uğurlu, düşərli, gözəl bir il olsun istəyirəm. Amin. Və keçək növbəti ifamıza. Şu buz gibi yüreğim tam da dün akşam bir anda tutuştu. Seni gördüm, ışığını saçtın, gözlerin konuştu. Şu buz gibi yüreğim tam da dün akşam bir anda tutuştu. Seni gördüm, ışığını saçtın, gözlerin konuştu. Senin ritmini tuttum, gülüşüne uydum, saf bir çocuktum ben. Beni doya doya sevmeden, bir kerecik öpmeden nerelere kayboldum. Senin ritmini tuttum, gülüşüne uydum, saf bir çocuktum ben. Beni doya doya sevmesen, bir kerecik öpmesen başına bela olurum. Sen canımsın, deniz gözlü meleğim. Ruh ikizimsin, bana gereksin, yakın gel hayatıma. Sanki ömür boyu beklemişim seni, aşık çıktın karşıma. Ruh ikizimsin, bana gereksin, yakın gel hayatıma. Sanki ömür boyu beklemişim seni, aşık çıktın karşıma. Senin ritmini tuttum, gülüşüne uydum, saf bir çocuktum ben. Beni doya doya sevmeden, bir kerecik öpmeden nerelere kayboldum. Senin ritmini tuttum, gülüşüne uydum, saf bir çocuktum ben. Beni doya doya sevmesen, bir kerecik öpmesen başına bela olurum. Sen canımsın, deniz gözlü meleğim.
sevmeden bir kerecik öpmeden nerelere kayboldum. Senin ritmini tuttum, gülüşüne uydum, saf bir çocuktum ben. Beni doya doya sevmesen, bir kerecik öpmesen başına bela olurum. Senin ritmini tuttum, gülüşüne uydum, saf bir çocuktum ben. Beni doya doya sevmeden, bir kerecik öpmeden nerelere kayboldum. Senin ritmini tuttum, gülüşüne uydum, saf bir çocuktum ben. Beni doya doya sevmesen, bir kerecik öpmesen başına bela olurum. Bax, hal-hazırda bizi izləyən bütün tamaşaçılar yəqin ki, duydular ki, necə bizim bugün Şəfalı Həyatda bir enerji dolu, pozitiv dolu bir enerjimiz var və istəyirik ki, bax, burada studiyamızda olan bu konsert proqramımız, gözəl təbriklərimizi elə sizlə paylaşaq, sizlə bölüşək ki, hal-hazırda bizi izləyən bütün tamaşaçılar o yeni il abu-havasını duysunlar, hiss etsinlər və yeni ildə o bol uğurlarını, bol ruzilərini, bərəkətlərini əldə etsinlər və təbii ki, konsertimiz davam edir və bugün studiyamızın qonağı illərcə mənim dostum olan və hal-hazırda trendə çevrilmiş və bütün sosial şəbəkələrdə belə də partlayış olmuş bir duet ortamlı olan Nərmin Kərimbəyova və Səfər Zaman. Buyurun, buyurun. Hər zaman olduğu kimi Nərmin Kərimbəyovanın qeyri-adi bir imicli stili var. Təşəkkür edirəm Nərmin xanım, xoş gəlmişsiniz. Salam, xoş gördük Salamlayıram sizi. Təbrik edirik Çox sizi. sağ olun. Dəvətiniz üçün minnətdarıq. Düşündük ki, mütləq ki, burada mahnıları səsləndirməliyik. Biz də bir rəng qatmalıyıq simvelicə. Xüsusilə də yeni ildə işlərimiz avanda olsun deyə. Gözəl musiqi ilə başlayaq. Yeni ildə yeni duetlərimiz uğurlu olsun və bildiyimə görə bu duetimiz çox belə də trendlərə çevrilib. Doğrudan da çox gözəl nəticə var, bəli. Bax, çox sevilib, çox danışılıb və hal-hazırda hər kəs o necə ilk dəfə sizi tanıdı və dillərdən düşməyən bir duetə çevrilib. Çox təşəkkür edirəm, minnətdaram elə yüksək dəyər verdiyiniz üçün. Bizim bu il ərzində 3 dənə ortaq işimiz oldu və biz sonuncu 2 işimizi təqdim edəcəyik. O mahnılar haqqında danışardın bəlkə sən Səfər biraz. Əzizim və yeni il haqqında. Bəli, belə deyim, yəni Əzizim mahnımız rəhmətli dostumuz Rəhim Rəhimlinin bəstəsi idi. 13 il bundan əvvəl mahnı ifa olmuş Rəhimin öz sağlığında və biz o mahnının 1 sentyabrında Rəhimin anım günü xatirəsində həsr elədik və mahnı çox uğurlu alındı əslində. Yenə də burada da ifa edəcək, tamaşaçılar dinləyərlər. Mahnıdan hər kəsin xəbəri var artıq demək olar ki. Yeni nəfəs verdiniz bu musiqiyə və düşünürəm ki, 2026-cı ildə bol-bol o gözəl nəfəs verən musiqilərimiz bol olacaq. Hər zaman enerji dolu, pozitiv dolu və özünüzə xas bir qeyri-adiliyi var o ifalarımızın. Təşəkkür edirəm. Minnətdarım. Elə gəlsin o duetimiz. Çox sağ olun, gəlsin. Fikrim düşüncem sensen, hem gecem gündüzüm sen. Dilimde, kalbimde sen, azizim. Fikrim, düşüncem sensen, hem gecem gündüzüm sen. Dilimde, kalbimde sen, azizim. Özüm özüme çəkirəm dərd, yaşamağa qalmadı taqət. Hanı o günlər, o sədaqət, əzizim. Özüm özüme çəkirəm dərd, yaşamağa qalmadı taqət. Hanı o günlər, o sədaqət, əzizim. Yalan oldu, inatkar, söyle kimdir günahkar? Ay Allah'ım ben günahkar, əzizim. Yaman oldu, inatkar, söyle kimdir günahkar? Ay Allah'ım ben günahkar, əzizim. Özüm özüme çəkirəm dərd, yaşamağa qalmadı taqət. Hanı o günlər, o sədaqət, əzizim. Özüm özüme çəkirəm dərd, yaşamağa qalmadı taqət. Hanı o günlər, o
sədaqət əzizim. Yaman oldu inatkar, söyle kimdir günahkar? Ay Allah'ım ben mi günahkar azizim? Özüm özümü çekirəm dert, yaşamağa kalmadı taqət. Kanı o günler, o sədaqət azizim. Özüm özümü çekirəm dert, yaşamağa kalmadı taqət. Hani o günler, o sədaqət əzizim. Hani o günler, o sədaqət. Hani o günlər, o sədaqət Əzizim. Güzel bir duet alınıb. O qədər bu duetdə sevgi, hisslər, belə musiqi danışır. Söz olmasa hətta musiqi danışır. Onda deyim ki, Səfər uzun müddət bəstəkarlıqla məşğul idim. Son zaman başlayırsan. Son zamanlarda başlamışam. Demək olar bu ildən başlamışam və dostum Nərmin Kərimbəyovanın həm dəstəyi, həm də onun yəni məsləhəti ilə belə deyim və maşallah olsun çox da uğurlar Çox da gözəl alındı. Maşallah gözəl olsun. Gözəl. Səslərimiz bir-birinə uyğun gəlir. Mən də çalışıram. Kim eşidir, kim elə bir ki tanımırdı Səfəri öncə, ya düzdür bəstəkar kimi, uzun illər televiziya işçisi kimi çox insanlar tanıyırdı. Amma yenə də yəni ifaçı tamamilə başqa peşədir. Artıq geniş tanıtım olur, yəni şəxsiyyətin geniş tanıtımı olur və hər kəs də təəccüblə deyir ki, nə gözəl uyğunlaşma var. Səslər bir-birinə uyğun gəlir. Ən əsası da odur. Çox gözəl bir duetdə. kombi eləmisiniz. Doğrudan bir-birinizi tamamlayırsınız və sizə bu 2026-cı Qəşəng sözdür. Kombin. Bəli, çox gözəl kombin edibsiniz. Bu 2026-cı ildə belə bir kombin dediyimiz kimi ifalarımız bol olsun, sevilsin, trendlərə düşsün və bizi, bütün Azərbaycan xalqını sevindirsin. Biz isə Şəfalı ailə olaraq, elə siz də bizim Şəfalı ailəmizin bir üzvü olaraq hal-hazırda bütün Azərbaycanlıları təbrik edirik və istəyirəm sizin növbəti duetimizə keçək. Və bu mahnı hər kəsin, hamımızın yəni balacalıqdan bildiyimiz və əzbərə bildiyimiz mahnıdır və biz onu Nərmin xanımla yeni tərzdə və yeni janrda belə deyim, ifa etdi. Məncə hər kəs də bəyənəcək. Uşaqlıq kompozisiyasının, yəni uşaqlıqdan bildiyimiz bir nəğmədir. 60-cı ildə yazılmış bir kompozisiyadır və zamanında onu uşaq xoru ifa edib və müxtəlif formalarda təqdim olunub. Dövlət televiziyasına bir xüsusi olaraq, sifariş olaraq mən elə başa düşdüm ki, təqdim olunmuş, yazılmış nəğmədir və illər sonra yenə dillər əzbəri olan, mən açığı bir 8-9 il ən azı olar ki, fikirləşirəm ki, bunu necəsə oxumaq istəyirəm, hansısa bir formada ifa etmək istəyirəm. Axır gəldi, qismət oldu. Elə gəlsin o duetimiz. Bəli, gəlir və fərqli bir şeydir. O gəlsin. Çoxlu bar ilə, süd kimi axqar ilə, çoxlu bar ilə, qış ilə, bahar ilə. Yeni gəldi, necə bar ilə, yeni gəldi, necə bar ilə, yeni gəldi. Dekabrın son günü bize tutub üzünü, dekabrın son günü bize tutub üzünü, dedi ürək sözünü. Yeni gəldi necə bar ilə, yeni gəldi, necə bar ilə, yeni gəldi. Bəzənmişdi yol kalar, onların da sözü var. Bəzənmişdi yol kalar, onların da sözü var. Bilsin eller ovalar. Yeni
Neçə nurbar ilə yeni il gəldi. Yeni il gəldi, yeni il gəldi. Neçə nurbar ilə yeni il gəldi. Bugün studiyamızın belə gözəl dekorlarla, gözəl rəngarəng belə yolkamız olsun, gözəl oyuncaqlarla studiyamızı dekor etdiklərinə görə o zaman siz də Ayna Dekor şirkətinə müraciət edə bilərsiniz. Başda da Ziya bəyə harda yerləşir? Abşeron Ticarət Mərkəzində yerləşir. Əlaqə nömrəsi 051 367 99 99 nömrəyə müraciət edə bilərsiniz. Və təbii ki, qarşıdan yeni il gəlir və bütün xanımlar yeni ildə və ya ümumiyyətlə hər gün, hər zaman gözəl görünmək istəyirlər. Siz də gözəl libaslar istəyirsinizsə və bugünkü mənim geyimimi siz də bəyəndinizsə, o zaman siz də Dəniz Butika və başda da Xayalə xanıma müraciət edə bilərsiniz. Xayalə xanım, təşəkkür edirəm və bugün gözəl meykapıma görə, məhz yeni il abu-havası mənə bəxşiş edən meykapıma görə mənim əzizim Şəhla xanıma, əllərinizə sağlıq əzizim. Şəhla xanıma dərin təşəkkürümü bildirmək istəyirəm. Var olasınız, hər zaman məni gözəl bəziyirsiniz və təbii ki, saçıma görə düşünürəm ki, siz də bəyəndiniz. Vəfa xanıma təşəkkür edirəm və başda da Evita Gözəllik Mərkəzinin rəhbəri Elnura xanıma dərin təşəkkürümü bildirmək istəyirəm. Var olasınız. Çox sağ olun. Və reklamlardan sonra konsertimiz davam edir. Şəfalı Həyat Coffee and Healthy Food'un baş sponsorluğu, həkim stomatoloq Məmməd Əsədovun xüsusi sponsorluğu, Rabitəli Nitq Reabilitasiya Mərkəzinin sponsorluğu ilə davam edir. Sağlam qidalanma hardadır? Təbii ki, Şəfalı Həyat Coffee and Healthy Food'da. Hər ay burada gözəl xanımlarla bərabər həm seminarlar keçiririk, həm maarifləndirici məlumatlar veririk və təbii ki, sağlam qidalanırıq. Sizi də dəvət edirəm, bizim məkanımıza gələsiniz. Həkim stomatoloq Məmməd Əsədov Adental klinikasında çalışır. Məmməd Əsədov implantoloq kimi də fəaliyyət göstərir. 15 illik iş təcrübəsi olan həkim sirkon və metal keramik dişlər, vinirlər, estetik plombalar, implantasiya protezlər, biogel protezlər, implant üstü protezlər, diş kanallarının müalicəsi kimi xidmətləri yüksək peşəkarlıq və uğurla icra edir. Ünvan Məmməd Cəfər Cəfərov 10. Telefon nömrəsi 050 682 78 82. Müasir metodlar, peşəkar mütəxəssislər, hər bir uşağa kompleks müayinə, fərdi yanaşma. Bütün bunlar hardadır? Əlbəttə ki, Rabitəli Nitq Reabilitasiya Mərkəzində. Mərkəzdə loqopedik, psixoloji, psixopedaqoji, düyü bütünləmə, müalicəvi bədən tərbiyəsi kimi xidmətlərimiz mövcuddur. Rabitəli Nitq Reabilitasiya Mərkəzinin əsas özəlliyi isə burada inklüziv yaşam şöbəsinin fəaliyyət göstərməsidir. Övladlarınızın sağlam gələcəyi naminə siz valideynlərin seçimi Rabitəli Nitq Reabilitasiya Mərkəzi olmalıdır. Şəfalı Həyat verilişinin yeni il konserti davam edir və bugün studiyamızın əzizim, dəyərlim və insanların ürəklərində yer almış, rəğbətini qazanmış, dillərdən düşməyən ifalarla olan bizim sevimli müğənnimiz Azad Şabanov bugün studiyamızdadır.
Gecəninə sən küləklərinin əksinə Dalğalanan saçların dənizdir Səni görəndə dünya dönür tərsinə Baxışların qəlbimdə bir izdir Yoxsa sevgin uzaqdan gəlmiş Mənə hədiyyədir səmalardan Axı Tanrı səni çıxardı qarşıma hardan Gözlərim qədər eşqilə Gözlərinə baxan oldum Əllərim qədər titrəyən Əllərini tutan oldum Səni mən qədər ürəkdən Söylə bəs sevən oldum Mən səninlə bilmədim o keçən illəri O qədər oldumu Gözlərim qədər eşqilə Gözlərinə baxan oldumu Əllərim qədər titrəyən Əllərini tutan oldumu Səni mən qədər ürəkdən Söylə bəs sevən oldumu Mən səninlə bilmədim o keçən illəri O qədər oldumu Səni tapıram yuxularda necə Oyanıram axı toxunanda necə Hətrin qalır üstümdə mənim Dayanırsan deyə güzgümdə gəlib Hara baxıram səni görürəm mən Yarım ömrümü sənə bölürəm mən Qəlbin ümidi sevgi və yardan Tapdım mən səni hardan Yoxsa sevgin uzaqdan gəlmiş Mənə hədiyyədir səmalardan Axı Tanrı səni çıxardı qarşıma hardan Gözlərim qədər eşqilə Gözlərinə baxan oldum Əllərim qədər titrəyən Əllərini tutan oldum Səni mən qədər ürəkdən Söylə bəs sevən oldum Mən səninlə bilmədim o keçən illəri O qədər oldum Gözlərim qədər eşqilə Gözlərinə baxan oldum Əllərim qədər titrəyən Əllərini tutan oldum Səni mən qədər ürəkdən Söylə bəs sevən oldum Mən səninlə bilmədim o keçən illəri O qədər oldum Gözəl ifalarınla sevilən bu gün studiyamızın qonağı Azad Şabanov. Azad, bu gözəl ifalarla hər kəsin ürəyində bir yol salmış. Nə şükür. Sənə bu 2026-cı ildə bol uğurlar arzu edirəm. Səsin zirvələrdən gəlsin. İnşallah. Necə zalları doldurursan anşlaq, elə anşlaq konsertləri dünyada verəsən. Dünya turnirinə çıxarsan. Amin, amin. İnşallah. Mən də sizi təbrik edirəm. Bütün izləyicilərinizi, tamaşaçılarınızı təbrik edirəm. Atırı gəlir, yenə də qeyd edirəm. Özülümdür, gözəllikdir. Oy, maşallah. İşdən qorxmayan insanların ilidir odur ki, hər birinizə uğurlar, yeni iliniz mübarək olsun. İndi isə keçək Azadın növbəti ifasına. Bir kafede biz yağışdan gizlənəndə Gözlərindən oxuyurdum bəxtəvərdin Sən də məndə Sahil boyu kum üstündə uşaq kimi qaçan günlər Saçlarına sığal çəkib mənə könül açan günlər Açan günlər Sevgilim Badə, nə badə Dəyməsin göz sənə Bir gəlib çıxsana sevgilim Süssənə Badənə badə Dəyməsin göz sənə Bir gəlib çıxsana Sevgilim Süssənə Hər gün evə dönən zaman qayğılardan qurtulanda Sevgilimlə bir bağçada üzbəüz oturanda Payımıza məhəbbətdən bircə damla
Ayrılıktan üşüyəndə hər an səni düşünəndə, hər an səni düşünəndə, sevgilim bana nə badə dəyməsin göz sənə, bir gəlib çıxsana sevgilim söz sənə. Badə nə badə dəyməsin göz sənə, bir gəlib çıxsana sevgilim söz sənə. Sənə bir gəlib çıxsana sevgilim söz sənə. Badə nə badə dəyməsin göz sənə, bir gəlib çıxsana sevgilim söz sənə, sevgilim söz sənə. Verişimiz davam edir və təbii ki, biz Şəfalı Həyat ailəsi olaraq mütəmadi bizim verişimizdə müxtəlif mütəxəssislərin söhbətlərini, məsləhətlərini mütəmadi sizlə paylaşırıq və təbii ki, bugün studiyamızın da qonağı bizim tərəfdaşımız olan dialektoloq, loqoped İlahə xanım Rzaxanovanı dəvət etmək istəyirəm. Buyurun İlahə xanım, xoş gəlmisiniz. Xoş gördük. Hər zaman siz gələsiniz və istəyirəm digər tərəfdaşımı da dəvət edim. Həkim estetik stomatoloq Məmməd Əsədov. Buyurun Məmməd doktor, necəsiniz? Salam aleyküm. Kolleqamız, xoş gördük. Xoş gördük. Yeni iliniz mübarək olsun. Artıq 2026-cı ilə doğru gedirik və bu ildə sizə bol uğurlar və bol xeyir, belə deyək də, yeniliklər qismət etsin. Və 2000 çox sağ olun, təşəkkür edirəm. İstəyirəm siz də bütün Azərbaycan xalqımızı təbrik edəsiniz. İlahə xanım, siz, Məmməd doktor, siz. Çox sağ olun Şəfa xanım dəvətiniz üçün. Mən də həm öz adımdan, həm kollektivim adımdan sizi, Azərbaycan xalqını, Dünya Azərbaycanı Həmrəylik Günü münasibətindən, yeni il münasibətindən təbrik edirəm. Xalqımıza can sağlığı, firavan günlər arzu edirəm. Və hər zaman şəfalı olsunlar. Bizim doktorumuz, Məmməd doktorumuz. Mən də öz adımdan bütün Azərbaycan xalqını Həmrəylik Günü münasibəti ilə təbrik edirəm. Qarşıdan gələn 26-cı ilimiz hamımız üçün uğurlu olsun. Azərbaycan xalqı üçün uğurlu olsun inşallah. Hər zaman üzümüzdə təbəssüm əskik olmasın və onu da deyim ki, bu ilin uğurlarından biri odur ki, Şəfa xanım sizlə birlikdə bu əməkdaşlığa başladıq və buna görə də həm sizə, həm ARB kanalına öz minnətdarlığımı bildirirəm. İnşallah ki, bu yeni il həm düşərli olar, həm xeyirli olar, həm uğurlu olar. Elə ən yadda qalan sizin bizimlə bu ilin sonunda əməkdaşlığınız oldu və 2025-ci ildə daha çox yadda qalan hansı bir müraciətlər oldu, hansı bir hadisələr oldu? Yəni düşünürəm ki, siz bir mütəxəssis olaraq yadda qalan nələr oldu? Çox gözəl toxundunuz. 25-ci il belə deyək, implant ili oldu, vinir ili oldu. Belə deyək, yeni dişlər ili oldu. Gözəl təbəssüm ili oldu. Gözəl təbəssüm ili oldu və bununla belə deyək, yadda qaldı. Bu ilin də yekunu Şəfa xanım sizlə birlikdə əməkdaşlığımız yadda qaldı və inşallah ki, bu uğurumuzun davamı olacaq. İnşallah ki, bütün belə deyək, ulduzların dişlərini məhz elə siz bu 2026-cı ildə daha da gözəl edəcəksiniz, təbəssümləri daha da gözəl olacaq. İlahə xanım, sizin də bol uğurlarınız oldu 2025-ci ildə. Elə 19 ildən sonra danışan bir o gözəl balanı siz danışdırdınız. 19 il danışa bilməyən bir evladı, bir ailəyə siz xoşbəxtlik bəxş etdiniz. Bu da doğrudan da bir möcüzədir, bu mükəmməllikdir və işinizin peşəkarısınız. Təbii ki, Şəfalı Həyatla da əməkdaşlıq elədiniz və biz bunu efirdə də göstərdik və düşünürəm ki, hal-hazırda sizi izləyən minlərlə insanlar evlərində elə olan, problemli olan evladları gözəl danışacaqlar. Elə gəlib Şəfalı Həyat verilişində onlar da öz ayaqlarına gəlib burada o gözəl təbriklərini bizimlə bərabər deyərlər. İnşallah. Çox düz vurğuladınız Şəfa xanım. 2025-ci il bizim mərkəzimiz üçün çox uğurlu oldu. Bir çox uğurlara imza atdıq.
bizə müraciət edən onlarla ailələrin, onlarla balaların şəfa tapmasına vəsilə olduq. Onların inkişafını dəstəklədik, öz inkişaflarının yaşına çatmağa kömək etdik onlara. Bununla yanaşı sizin qeyd etdiyiniz kimi xüsusilə ilin sonunda bizə müraciət etmiş 19 yaşlı eşitmə məhdudiyyətli bir balamızın, bir xanımın illərlə jest mimika ilə danışmış, heç nitqdən istifadə etməyən bir xanımın nitqinin açılmağına şəxsən mən özüm həmin o pasiyentlə özüm məşğul olmuşam, özüm korreksiya proqramı tərtib etmişəm. 2025-ci il mərkəzimizdə daha bir uğurlu addıma imza atdıq. Mənim özümün qurduğum xüsusi bir proqram əsasında mərkəzimizin daxilində inklüziv yaşam şöbəsi açıldı ki, bunun da daxilində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün məktəbə hazırlıq qrupu, erkən inkişaf qrupu, həmçinin mini bağça açıldı ki, bu da bu uşaqların inkişafını dəstəkləmək üçün, onların intensiv təlim almaqları üçün belə deyək, daha geniş imkanlar açır. Bunu da xüsusi olaraq az təminatlı ailələr var ki, o ailələr uşaqlarını intensiv təlimlərə apara bilmirlər, amma bu uşaqların inkişafı üçün mütləq ki, bu intensiv təlim lazımdır. Məhz bu proqram əsasında uşaqlar təlimlər alırlar və xüsusi olaraq da inkişafları daha da gözəl dəstəklənir. Bir də onu xüsusi vurğulamaq istəyirəm ki, bizim mərkəzimizdə davamlı olaraq qazi ailələrinə, qazi övladlarına, qazilərimizin özlərinə psixoloji, loqopedik nə dəstəklər lazımsa təmənnasız şəkildə belə deyək də qulluqlarında olmuşuq. Növbəti illərdə də həmin belə deyək də prosesi davam etməyə həmişə hazırıq. Onu da deyim ki, hal-hazırda İlahi xanımın mərkəzində bir ay ərzində endirim aksiyası davam edir və elə istəyirəm özü də o endirimlərin haqqında danışsın. Yeni il endirimləri. Yeni il endirimlərimiz var. Xüsusən də Şafa xanım, sizin verilişinizdən bizə müraciət edənlərə xüsusi belə endirimlər təklif edirik. Bayramla əlaqədar olaraq, yeni illə əlaqədar olaraq müayinələrimizə, kompleks şəkildə müayinələrimizə övladınızı qəbul edirik, kompleks şəkildə müayinə edirik, inkişafını dəyərləndirmə testlərini müxtəlif testlərdən keçiririk. Buna müayinələrimizə 50% endirim var, seanslarımıza isə 30% endirim var. Məncə faydalanmağa dəyər. İndi isə istəyirəm Məmməd doktora bir sual verim. 2026-cı ildə sizin mərkəzinizdə, sizin işinizdə nə yeniliklər gözlənir? Bəli, mən 2025-ci ildən hətta bu kampaniyamızı başlatmışam. 20% bütün prosedurlara bir ay ərzində endirim var. Buyurub yararlana bilərsiniz. İnşallah gülüşünüzü bizə əmanət edin. Artıq siz də gözəl gülüş, gözəl dişlər əldə etmək istəyirsinizsə, Məmməd Əsədovun konsultasiyasına müraciət edirsiniz. Gözəl dişlərimizə bütün növ dişlər, istər 1 il olsun, istər implant olsun, istər digər dişlər olsun, 20% endirim bir ay ərzində. Odur ki, yeni ilə gözəl dişlərlə, gözəl təbəssümlə başlayın. Yeri gəlmişkən Şəfalı Həyat Coffee and Healthy Foodda hal-hazırda endirim kampanyası da keçirilir. Mənim əzizlərim, siz də yeni ildə gözəl bir məkan axtarırsınız. Fikirləşirsiniz, harada gedim, sağlıqlı və dadlı qidalanım. O zaman siz də Şəfalı Həyat Coffee and Healthy Foodda müraciət edin. Dadlı və gözəl qidalanın, taamlardan yararlanın, isti və soyuq içkilərdən yararlanın. Kofelər və sairə çoxlu içkilərimiz var və eyni zamanda hal-hazırda gözəl bir enerji almaq istəyirsinizsə, hətta Şəfalı Həyat Coffee and Healthy Food məkanımızda hal-hazırda karaoke də var. Siz də gəlirsiniz, gözəl oxuyursunuz, gözəl ifalardan qulaq asırsınız və ondan ruhunuz daha da gözəlləşir. Yeri gəlmişkən onu da demək istəyirəm ki, bugünkü efirimiz doğrudan da çox möhtəşəm keçdi və bütün qonaqlarıma və başda da bütün komandamıza və ARB kanalının rəhbəri Rəşad bəyə xüsusi təşəkkürümü bildirmək istəyirəm ki, bizə bu şəraitləri yaratdı. Bütün qonaqlarıma dərin təşəkkürümü bildirirəm və bütün komandama, Zümrüd xanıma, Ceyhun bəyə və bütün burada olan bütün əməkdaşlarıma bu yeni ildə doğrudan da bol ruzi, bərəkət və uğurlar arzu edirəm. Yaxşı ki varsınız, yaxşı ki varıq və artıq yeni ilə doğru gedirik. 2026-cı il yeni ilimizdə, amma onunla bərabər 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibəti ilə bütün dünyada olan bütün Azərbaycanlılarımı təbrik edirəm. Ürəkləri bizi ilə döyünənləri, burada olmayan, amma ürəkləri bizi ilə olan bütün Azərbaycanlılarımı təbrik edirəm və təbii ki, bütün Azərbaycan xalqımı təbrik etmək istəyirəm. Bu il bizə ruzi bərəkət versin, sülh versin, əmin-amallıq versin, güc versin və hər zaman bütün ailələrdə, hər ailədə yalnız xoşbəxtlik, təbəssüm, sevgi dolu bir il arzu edirəm. 2026-cı il bütün xalqım üçün, bütün insanlar üçün xoşbəxtlik bəxşiş etsin, ruzi bərəkət, şəfa versin. Təbii ki, bol enerji arzu edirəm. Bugünlük verişimiz sona çatır. Təbrik edirəm. 2026-cı ilimiz uğurlu, xeyirli olsun.
Şəfalı Həyat Coffee and Healthy Food'un baş sponsorluğu, həkim stomatoloq Məmməd Əsədovun xüsusi sponsorluğu, Rabitəli Nitq Reabilitasiya Mərkəzinin sponsorluğu ilə bitdi.